Salam dəyərli müəllimlər və müəllim olmağa hazırlaşanlar. Hər birinizi xoş gördük. Zəka ateliyəsində çox maraqlı bir mövzu ilə yenə görüşünüzə gəlmişəm. Təəssüflər olsun ki, son günlərdə mənə gələn mesajlar mənə biraz ruh düşkünlüyü yaşadır. Niyə? Müəllimlər deyir ki, müəllim bu dərslər çox çətindir, biz buradan heç nə öyrənə bilməyəcəyik, beynim donub və sair və ilə axır. Müəllimlər, heç də sizin fikirlərinizlə razılaşmıram. Biz nə çətin dərslərin öhdəsindən gəlmişik. Bu bizim üçün sadə bir mövzudur. Yəni ümumiyyətlə mən sizə heç vaxt deməmişəm ki, gedin kitabı əzbərləyin. Ümumiyyətlə düzdür, bəzi dərslərimiz var ki, o bizdən sırf əzbərçiliyi tələb edir. Amma bugünkü gündəki mövzumuz köynəyin hazırlanma ardıcıllığıdır. Bu dərs əzbərçiliyi sevmir. İşin ardıcıllığını bilirsənsə, istiqamətlənərək getmək sənin üçün ən doğru prosesdir. Təbii ki, biz burada köynək hazırlamırıq, xeyr. Amma biz hazırlaşdığımız imtahanda oxuduğumuzu tətbiq edə bilmək üçün bu ardıcıllıqları bilməliyik. Və sabahlarım siz də öz şagirdlərinizə, öz daxili aləminizdə yaratdığınız formaya əsasən dərs keçəcəksiniz. Bu şərt demək deyil ki, siz buranı əzbər bilib şagirdə də öyrətməlisiniz. Xeyr, heç bir peşə müəllimi də elə yerinə yetirmir. Yəni nə də mən bunun tərəfdarı deyiləm. Çünki bu müxtəlif ədəbiyyatlara əsaslanmış bir formadır və mən inanmıram ki, bugünkü gün hansısa geyimimiz bu ölçülərdə hazırlanıbdır. Xeyr, hər kəsin öz xüsusi ölçüsü vardır ki, bir dənə standart ölçülər antropoloji cədvəllə hazırlanmış geyimlərdir. Və indi çox danışmaq istəmirəm müəllimlər, vaxtınızı almaq istəmirəm. Keçək əsas mövzumuza və mən bugün çalışacağam ki, bu mövzunu sizə elə bir şəkildə izah edeyim ki, siz artıq mən çətindir deyə bir cümlə qura bilməyəsiniz. Gəlin birinci ilk olaraq baxaq köynəyin hazırlanma ardıcıllığına. Mən bu günlər sizə sadə bir qadın köynəyinin hazırlanma ardıcıllığından bəhs eləyəcəm. Yəni bütün geyimlərdə olduğu kimi demək olar ki, köynəklərdə də hazırlama ardıcıllığı eynidir. İlk olaraq təbii ki, biz nə edirik? Biçilmiş hissələri yoxlayırıq. Simmetrik hissələri, xətlərini bir hissədən digərinə keçiririk. Hissələrin kənar kəsiklərini hazırlayırıq. Ətək hissələrini hazırlayırıq. Kürək hissəsini hazırlayırıq. Ətək və kürək hissələrinin yan və çiyin kəsiklərini birləşdiririk. Yaxalığını hazırlayırıq. Qolları hazırlayırıq. Qol dibinə birləşdiririk. Köynəyin aşağı kənarını hazırlayırıq və sonda isə son tamamlama prosesi ilə işimizi artıq yekunlaşdırırıq. Bəs gəlin görək müəllimlər. Bu köynəyin hazırlanmasında biçilmiş hissələrin yoxlanılması deyəndə nəyi nəzərdə tutur? Ümumiyyətlə, köynəyin hazırlanmasına başlamazdan əvvəl parçadan kəsilmiş detalların dəqiqliyi yoxlanılmalıdır. Və ölçülər texniki çertyoja uyğun olub-olmadığına əmin olduqdan sonra artıq işimiz demək olar ki, yerinə yetirərək ardıcıllığı davam elətdirə bilərik. Təbii ki, biçilmiş hissələrdə də ölçülərin texniki çertyoja uyğun olduğu, parçada defekt olub-olmadığını, nəzarət işarələrini, orta xətti, büzmə yerləridir, tikiş ehtiyatlarıdır, tam yerində olmalıdır. Simmetrik detallarda eyni olmalıdır. Xüsusilə də qol və yaxalıq hissələri üçün bu nüans daha vacibdir. Və sıradakı ardıcılığı isə köçürmə və işarələmə işləridir. Bu da əsasən iki qat parçada gizlənən xətlər və tikiş ehtiyatlarını kopyalama təkrarı etmək üçündür. Bunun üçün də bizə vasitəçi olaraq dərzi təbaşirindən istifadə edirik və yaxud da ki, sabunlarla. Nəzarət üçün lazım olan yerlərə sancaqlarla və ya sapla nişan vururuq və büzmə, qatlama, ondan sonra düymə yerlərini dəqiqliklə göstəririk. Daha sonra isə ətək və kürək hissələrinin hazırlanma ardıcıllığıdır ki, burada da əsasən, məsəl üçün, ətək hissədə ilk olaraq onu qeyd edeyim ki, əgər modeldə düymə yeri varsa, bir tərəf ön hissə qatlana bilər. Kəsik sahələr ağız tikişi, qapalı tikiş və ya overlock tikişi ilə işlənir. Əgər kəmərli modeldirsə, əlavə kəmər hazırlanır və bədənə tikilir. Ondan sonra kürək hissəsində isə, burada isə adətən bütöv olur ya da ki, ortadan tikiş xətti salına bilər, yəni iki hissəli ola bilər. Bəzi modellər isə büzmə və qarsaqlardan da, bəzəklərdən də istifadə etmək mümkündür. Təbii ki, yenə də bu modeldən asılı olaraq dəyişilir. Və daha sonra ətək və kürəyin birləşdirilməsi prosesi başlayır. Bu da yan tikişlər əvvəlcədən 5-6 sm açıq saxlanılmaqla birləşdirilir və qalan hissə tikiş maşınında tikilir.
Açıq tikişlər köbək üsulu ilə 2 qat qatlanaraq və ya overlockla yerinə yetirilir. Təbii ki, bu prosesləri heç deməyimə ehtiyac yoxdur. Yəni aramızda illərin dərzləri vardır ki, artıq bunlar haqqında ətraflı məlumatları var. Ondan sonra isə yaxalığın hazırlanma və birləşmə prosesi başlayır. Burada da təbii ki, yaxalığın növlərindən asılı olaraq proses dəyişilə bilər. Məsəl üçün, yatan yaxalıqlar vardır ki, burada 2 hissədən ibarət üst və alt yaxalıqlardan ibarət ola bilir. Və yaxud da ki, nətər deyim, digər yaxalıq növləri vardır ki, məsəl üçün, dayaqlı yaxalıqlar, burada dayaq hissəsi, yuxarı hissəsi ayrı-ayrılıqda hazırlanır. Məsəl üçün, bunlara nəzər saldıqda isə əsasən, məsəl üçün, ara qatı yaxalığına hazırlanmasında istifadə olunur. Alt və üst hissə üz-üzə tikilir, küncləri kəsilir, yaxalıqlar çevrilir, ütülənir. Hazır yaxalıqlar boyun yerinə kəsi ilə birləşdirilir və dəqiqliklə ütülənib sınaqda yoxlanılır ki, görək hər hansısa bir nasazlığa rast gəlinmirsə, qüsura rast gəlinmirsə, artıq iş demək ki, düzgün yerinə yetirilmişdir. Sonra digər əsas mərhələmizdən biri də qolların hazırlanması və birləşdirilməsidir. Burada ümumiyyətlə bir var qol tikişi, bir də var manjetin hazırlanması və yaxud da ki, manjetsiz qolun hazırlanması. Təbii ki, bu prosesdən asılı olaraq özünü göstərir. Qol tikişində qolun uzunluğuna qatlanır, tikiş payı ilə tikilir. Dönmə tikişi içə salınaraq ütülənir və açıq tikişlər overlockla əsasən qarşısı alınır ki, görünüşü gözəl görünsün tərsindən də. Və yaxud da ki, manjetlə hazırlanırsa, burada təbii ki, qolun ağız hissəsi büzülür və qarsaq verilə bilər. Manjet 2 qat parçadan istifadə olunur və qol ağzına birləşdirilir. Əsasən də manjet qol tikişində 0,1, 0,7 sm arasında dəyişilə bilir arasındakı məsafə. Bir də var ki, manjetsiz qolla da hazırlana bilər. Orada isə qolun ağzı qatlanaraq düz tikişlə, yəni sadəcə tikilir və yaxud da ki, müxtəlif bəzək tikişindən istifadə edərək də, yəni forma vermək mümkündür. Təbii ki, bu da istəyə asılı olaraq dəyişilir. Daha sonra gəlir qolun qoltuq yerinə, yəni okat hissəsinə birləşdirilməsi. Yəni okat xətti bəzən müəllimləri çaşdırır. Deyir ki, müəllim, okat xətti nədir ki? Müəllimlər, okat xətti qolun çiyin hissəsi ilə birləşən hissəsinə deyilir. Biz orada müəyyən büzmələrmi desəm, qatlamalarmı desəm veririk ki, qola ən forma verməkdən, daha qabarıq, daha gözəl görsənməkdən ötürü. Yəni ümumiyyətlə geyimin birləşəcəyi hissədə əsasən, yəni əsas hissəsi hesab olunur. Geyimin qolla çiyin hissəsinə birləşdirilməsində. Təbii ki, qolun okat hissəsinə də əsasən yığım verilir və qol bədənə tikilməzdən əvvəl 2 sətr sapla büzmə verilir. O qolun həmin hissəsində, yəni istədiyimiz büzməmi desəm, qatlamam desəm, həmin formanı almaqdan ötürü. Sonra büzmə simmetrik şəkildə yayılır və ütülənərək, yəni otuzdurulur da həmin parçanın üzərinə. O da ki, nətər? Yəni məsəl üçün okat xətti çiyinin o gedən xətt var, həmin hissi ilə bərabər olmalıdır. Yəni o verilən büzmədə o həmin hissədən bərabər paylanmalıdır. Yəni o yarı aynı qalır, yarı bəri tərəfdə də həmin hissəyə əsasən. Yəni özüm belə açıqlaması ilə deyirəm ki, aramızda məsələn elə müəllimlərimiz var ki, ümumiyyətlə heç anlamırlar da mən nə demək istədiyimi. Çünki onlar o işdə olmayıblar heç vaxt. Deməli, sonra isə artıq ehtiyatla demək olar ki, qol gətirilib bədənə tikilir, yəni bədən hissəsinə tikilir və ehtiyatla overlockda işlədilir və bundan sonra demək olar ki, artıq qolumuz bitişmiş olur. Daha sonra bir mərhələmiz də var ki, o da aşağı kəsiyin, yəni ətək hissəsinin hazırlanmasıdır. Təbii ki, burada köynəyin ətək hissəsindən söhbət gedir. Əgər kəsik nəzərdə tutulubsa burada, məsələn, yan tikişdə əvvəlcədən emal olunur. Kəsik müxtəlif forma verilərək tikilir, təmizlənir. Yəni müxtəlif kəsiklər ola bilər ki, saf püzələnə bilər, hər hansısa bir proses baş verə bilər. Onların qarşısı alınaraq tikilir, təmizlənir. Ətək ucu 2 qat qatlanır, maşın tikişi ilə tikilir və ütülənir. Mütləq tikildikdən sonra ütülənmə prosesi baş verir ki, həmin tikişlər yatırılsın və səliqəli görsənsın. Daha sonra ən sonuncu mərhələmiz isə tamamlama mərhələsidir. Burada da təbii ki, yəni öz sözlərimizlə heç kitab əzbərləməyə ehtiyac yoxdur. Düymədir, ilgək yerlərdir, ölçülür, işarələnir, ilgəklər salınır xüsusi maşınların köməyi ilə, düymələr əllə və ya xüsusi maşınla tikilir. Daha sonra bütün tikiş yerləri artıq yoxlanıldıqdan sonra
təmizlənir, əlavə saplardan kəsilir, son ütüləmə mərhələsi aparılır və demək olar ki, istehsalata təhvil verilir. Yəni bu dərsi müəllimlər, ola bilər ki, siz hər hansısa bir köynək hazırlamamısınız. Yəni gözünüzün qabağında canlandıra oxuduqda inan ki, sizə çətin gəlməyəcək. Orada santimetr buradan getdi, belə oldu, elə oldu. Elə əzbərləməyə ehtiyac yoxdur müəllimlər. O dərs öyrənmək deyil. Ümumiyyətlə o da sizin yadınızda qalmaz. Yəni necə sizə danışıramsa, o formada da öyrənsiniz. İnan ki, çox gözəl də nəticə əldə etmiş olacaqsınız. Və indi çalışacağam ki, testlərimi də bu əhatədə qurum və sizlərə yəni hər tərəfli dəstək olmağa çalışım. Ümumiyyətlə, bu da müəllimlər köynəyin texnoloji ardıcıllığının hazırlanmasıdır. Böyük dəqiqliklə, təmizliklə, ardıcıllıqla yerinə yetirilən işin nəticəsi də gözəl olur. Təbii ki, bu hər yerdə özünü deyir. Yəni keyfiyyətli bir iş almaq üçün də mütləqdir ki, nəzarət ölçülərimiz, texniki normalarımız qaydasında olsun. Yəni qayda ilə görülən iş heç vaxt yenə deyirəm pis olmur. Diqqətinizə görə təşəkkür edirəm müəllimlər. Ümid edirəm ki, hər biriniz üçün anlaşılıqlı, sadə bir dərs izah edə bildim. Növbəti dərslərimizdə görüşmək ümidi ilə hər birinizə uğurlar arzulayıram. Sonda isə, yəni kiminsə hər hansısa bir sözü olsa, yorumda və yaxud da şəxsimə yazmağı unutmayın. Diqqətinizə görə təşəkkür edirəm.